Salam, vaxtınız xeyir olsun. Hazırda son peyk və radar məlumatlarının təhlillərinə əsasən Aralıq dənizinin şərqindən və Qara dənizinin şərqindən Orta Trabosferə doğru güclü rütubətli hava axınlarının daşınması müşahidə edilir və həmin bu sistemin, yəni ekstratropik siklon sisteminin tədricən artıq oktyabr ayının 29-dan 30-na keçən gecə və 30-u xüsusən günün birinci yarısında Qafqazın Cənubi Azərbaycan arasında yaxınlaşması və oktyabr ayının 30-u günün birinci yarısında axşam saatlarına qədər olan müddət ərzində Qafqazın Cənubi Azərbaycan arasına daxil olması nəticəsində hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi gözlənilir. Proses nəticəsində xüsusilə də Xəzər dənizindən yaxınlanan şərq rayonlarında Bakı, Abşeron, Sumqayıt ərazisində küləklərdə güclənmə gözlənilir. Eyni zamanda Gəncə, Qazax ərazisində də küləklərdə güclənmə nəticəsində müəyyən fəsadların yaranması ehtimalı var. Yağıntılar xüsusilə də Böyük Qafqaz rayonlarında, Gəncə, Qazax ərazisində, Kiçik Qafqazda, Naxçıvan ərazisində, Cəlilabad, Masallı ərazilərində və Mərkəzi Aran rayonlarında yağıntıların oktyabr ayının 30-cu günün birinci yarısında leysan xarakterli qısa müddət ərzində intensiv olması, şimşək çaxması ehtimalı var. Dəniz səviyyəsindən 750 metrdən 1500 metrə qədər olan yüksəkliklərdə artıq yağışın sulu qara və qara keçməsi gözlənilir. Lakin prosesi qısa müddətli olacaq. Artıq oktyabr ayının 30-u axşam saatlarına doğru prosesin tədricən zəifləməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq.